Sən mənim kitabımsan. Nailə Şəfirdi. Sən elə bil stolun üstündəki ən sevdiyim kitabım idin. Elə bir kitab ki, əzbər bilsəm belə, əllərim yenə də ona uzanırdı. Mən səni həm tələsik bir acgözlüklə, həm də hər anın dadını çıxararaq aramla oxuyurdum. Sətir-sətir, səhifə-səhifə, söz-bəsöz. Sanki hər nöqtədə, hər virgüldə yalnız mənim üçün nəzərdə tutulmuş xüsusi bir məna gizlənirdi. Mən hər cümləni sadəcə oxumurdum. Mən onları yaşayırdım. Hər kəlmə ruhumun dərinliklərində əriyib mənə qarışırdı. Bu hekayənin ən incə, ən zərif fəsillərinə valih olurdum. Onları düşüncəmdə yenidən oxuyur, həyatın sevimli anlarına qayıdan kimi o anlara qayıdırdım. Amma elə səhifələr də var idi ki, onlar ağır idi, kədərli idi. Oxuduqca barmaqlarım titrəyir, ümidsizlikdən o vərəqləri əzmək, sanki kitabdan qoparıb atmaq istəyirdim. Elə bilirdim ki, kağızı cırsam, orada yazılan ağrıları da yox edə bilərəm. Lakin zaman keçdikcə mən onları nəvazişlə hamarlayıb yenidən düzəldirdim. Bax, onu da anlayırdım ki, heç bir səhifəni yox etmək mümkün deyil. Mən istəsəm belə, bu kitabın nəinki bir səhifəsini, heç bir sətrini belə məhv etmək olmaz. Çünki onların hər biri bütövün bir hissəsidir. Unutmağa haqqım olmayan o böyük hekayənin bir parçası. Mən bu kitabı canım kimi qoruyurdum. Amma içimdəki o qorxulu səs hər gün pıçıldayırdı. Bir gün son səhifəyə çatacaqsan. Nə qədər qaçmaq istəsəm də, o an gəldiyini qəbul etmək məcburiyyətində idim. Sonluq gözlədiyimdən daha erkən və həddən artıq amansız oldu. Mən bu kitabı bağlamaq istəmirdim. Davamlı olmağına ümid edirdim. Amma nə qədər çətin olsa da bu kitabı bağlamağa məcbur idim. Çünki artıq səhifələr bitmişdi. Lakin yeni səhifələr artırmaq mümkün idi. İndi isə seçim qarşısındayam. Bu kitabı bir dəfəlik bağlayıb onu yaddaşımın rəfində saxlamaq, yoxsa bu kitabın davamını yazmaq. Ürəyimdə hələ də sönməyən bir ümid közərir. Bəlkə bu hekayə hələ tam bitməyib. Bəlkə içimdə artıq ikinci cildin səhifələrinin hərfləri yazılır. Ən sevdiyim kitabın davamı. Əgər onu yazmaq qismətim olsa, çalışacağam ki, bir zamanlar birinci cilddə ürəyim parçalana oxuduğum çox acı, qəlbimi sıxan səhifələr növbəti cilddə heç olmasa, olmasın, olsa da az olsun.